Müğənni Afeliya Şabanova müsahibə zamanı şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib. Publika Az Milli Aza istinadla xəbər verir ki, Afeliya xəstələndiyi zaman həyat yoldaşının ona xüsusi qayğı göstərdiyini deyib. Xəstələnəndə ərim məni uşaq kimi ovucunun içində gəzdirir deyən müğənninin sözlərinə görə, ev işlərində çox yorulduğu vaxtlarda həyat yoldaşı böyük oğullarına əsəbləşərək ona kömək etməsini tələb edir. Sənətçi qeyd edib ki, onun haqqında deyilənlərə əhəmiyyət vermir və həyat yoldaşını çox dəyərli insan hesab edir. Müğənninin etirafına görə onu ən çox qorxudan məsələ ərinin ondan bezməsi ehtimalıdır. Ərimə görə indiyə qədər evdə tozsoran belə işlətməmişəm. Bəzən qorxuram ki, birdən çayını vaxtında aparmaram deyə o bildirib. Şabanova əlavə edib ki, həyat yoldaşı əsəbləşəndə mübahisədən qaçır. Ərim hirslənəndə başqa otağa keçirəm ki, sakitləşsin. Mübahisə etməyin nə mənası var? Hirsi soğuyandan sonra qayıdıram, çay süzürəm və elə bil heç nə olmayıbmış kimi söhbət edirik. Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.